Mən İsmailov Turab Çingizoğlu, 1985-ci il iyun ayının 29-u Kəlbəcər şəhərində anadan olmuşam. 44 günlük müharibə vaxtı biz bütün Kəlbəcər uşaqları, hamımız yaşadığımız ərazidə yoldaşlar, o bir yerdə böyüdüklərimiz uşaqlar öz aramızda pul yığırdıq, ordumuza dəstək üçün yoldan döyüş maşınları keçirdilər. Onlara verirdik ki, bunu orada bizdən ötürü vətənimiz keşiyində duran hərbiçilərimizə zəhmət olmasa verərsiniz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hər cənab prezident təqdim elədiksə filan yerləri işğaldan azad elədi, biz onun sevincini çox gözəl yaşayırdıq. Kəlbəcər bizimdir, Qarabağ Azərbaycandır. Biz ikinci köçü olduq, sentyabrın 15-də gəldik. Düzdür, qabaqcadan mənim üçün yer ayrılmışdı. Salonumu hazırladım, elə sentyabrın 15-i də evimizi təqdim elədilər, ailəvi gəldik bura. Kəlbəcərdən məcburi köçkün düşəndə özümün 8 yaşım olubdu. Bura qaydanda evladımın birinin 11 yaşı, birində 5 yaşı var idi. Burada kitablar var, bax, üstündə gül şəkili var kitabın. Mən bu kitabdan istəyirəm. Ondan istəyirsən, gül olan kitabdan. Valideynim deyir ki, sənət gözəl şeydir, bir sənət yiyəsi olmaq gözəl bir şeydir. Bu bərbər sənətinə həvəsim də var idi. 2004-cü ildən günü bu günə qədər bərbərlik fəaliyyətindəyəm. Qabaq siz indi onu görmüsünüz də, gör nə yollar izlər pis vəziyyətdə, elə yollarla. 91-93-cü illərdə. Hə, indi şükür Allaha. Bir müştərim var idi, saçını kəsəndə dedi ki, məşğulluqda belə bir fürsət var. Yəni, ora müraciət eləsən, Tembolda məcburi köçkünsən, bu saat avadanlıq versinlər. Mən də gördüm, yaxşı təhlifdir, getdim, müraciət elədim, sağ olsunlar. Onlar mənim üçün hər cür şəraiti yaratdılar. Yəni, 2 dənə həmin moykalı, moykasız trilyaj verdilər. Kondisionermə kimi, yəni yüksək səviyyədə hər şey, alətlərimi, qayçı, maşınka, hər şey, fenimə kimi verdilər. Sonra sentyabrın 15-i biz öz vətənimizə köçəsi olduq. Vətənimizə də köçəndə yenə burada bu salonu yaratdım. Çox zövq alıram vətənimdə işləməkdən. Hər şey də gözəldir.